Salam əziz izləyicilər. Bugünkü dərsimizdə biz eyni köklü sözlər haqqında danışasıyıq. Öncəliklə tərif olaraq qeyd etsək, kökləri eyni anlayışı bildirən leksik şəkilçilər vasitəsilə müxtəlif mənalara, müxtəlif nitq hissələrinə çevrilən sözlərə eyni köklü sözlər deyilir. Deməli, eyni köklü sözlər üçün iki vacib tələb yaranır. Bunlardan birincisi nədir? Sözlər yalnız düzəltmə olmalıdır. Qeyd edəcəm. Sözlər yalnız düzəltmə olmalıdır. İkinci tələbimiz isə sözlərin kökləri eyni anlayışı ifadə etməlidir. Deməli, köklər eyni anlayışı ifadə etməlidir. Qeyd edim ki, bu iki tələbin eyni anda olması şərtdir. Gəlin, nümunələr əsasında izah edək eyni köklü sözləri. Məsələn, iki nümunə yazacağım. Yazaram odlamaq feilini, daha sonra odlu sözünü, yaxud ağarmaq feilini, yaxud ağlıq sözünü qeyd edəcəm. Bir nümunə də yazım. Məsələn, daşlıq sözü olsun, daşlıq və daşlı sözləri. Deməli, burada məsələ nədir? Burada məsələ odur ki, bu sözlər quruluşuna görə düzəltmədirmi? Bəli, düzəltmədir. Həm odlu, həm odlamaq. Yaxud ağ sifətindən ağarmaq, ağ sifətindən ağlıq. Yaxud daş ismindən daşlıq, daş ismindən daşlı sifəti. Deməli, qeyd etdiyim bu sözlərin hər biri quruluş isə düzəltmədirmi? Bəli. Deməli, birinci tələbim ödəndimi? Ödəndi. İkinci tələbim nədən ibarət idi? Sözlərin kökləri eyni anlayışı ifadə etməlidir. Od ismi, od ismi. Ağ sifəti, ağ sifəti. Yaxud daş ismi, daş ismi. İkinci tələb də ödəndimi? Bəli, artıq bu sözlər, yəni odlamaq feili ilə odlu sifəti, ağarmaq feili ilə ağlıq sözü, daşlıq ismi ilə daşlı sözləri bir-biri ilə eyni köklü sözlərdir. Bəs müəllim, deməli, yoldaş sözü ilə yollarımız sözü eyni köklüdür. Bax, həmin sözləri qeyd edirəm. Deməli, yollarımız ismi ilə deyək ki, yoldaş ismi. Müəllim, bu sözlər eyni köklüdürmü? Axı, köklər eyni anlayışı ifadə edir. Bax, yol ismindən larcəm, ımız mənsubiyyət, yaxud yol ismindən yoldaş ismi yaranıbdır. Köklər eyni anlayışı ifadə etdi. Bax, qurban sənə, dedim axı, iki tələbin eyni anda ödənilməsi lazımdır. Yəni, bu sözlərin kökləri eyni anlayışı ifadə etsələr də, sözlərdən biri, yəni birinci bu söz, quruluşuna görə sadədir. Müəllim, bəs ürəkli və ürək açan sözləri necə? Eyni köklüdürmü? Qeyd edirəm. Ürəkli və ürək açan sözləri. Bunlar eyni köklüdürmü? Xeyr. Niyə? Çünki iki sözdən biri mürəkkəb. Yəni, ürək açan sözü mürəkkəbdir, ürəkli sözü düzəltmədir. Deməli, buradakı tələblər ödənilmədiyi üçün bu sözlərdə eyni köklü sözlər hesab edilmir. Belə deyək. İndi də gəlin quruluşuna görə düzəltmə, amma kökləri bir-biri ilə münasibətdə amonim olan sözlərə baxaq. Məsələn, mən bura qeyd edəcəm quruluq sözünü, yaxud qurulamaq feilini və bir də qurutmaq sözünü, qurutmaq feilini. Deməli, bu sözlərin hər üçü düzəltmədir. Qurudan, deməli, quruluq sözü yaranıb, qurudan qurulamaq feili yaranıb, burada isə qurudan qurutmaq sözləri yaranıbdır. Hər üçü düzəltmədir və köklərdə quru sözdür. Deməli, eyni köklüdür. Elədirmi? Yox, əzizim, deyil. Niyə? Çünki quru sözü tərəfləri feil və sifət kimi işlənən amonim sözlərdir. Baxın, quruluq və qurulamaq sözlərinin kökü sifətdir.
quruluq və qurulamaq sözlərinin kökü, yəni quru sözü sifətdir. Bunda da sifətdir, bunda da sifətdir. Amma qurutmaq feilinin kökü, quru sözü isə feildir. Müəllim, bəs mən hardan bilim? Deməli, sənə bir qaydanı da daha öyrədəcəm. Bu qayda nədən ibarət? Əgər sən hər hansısa bir leksik şəkilçinin hansı nitq hissəsinə qoşulduğunu əzbər bilmirsənsə, əslində ehtiyac da yoxdur buna. O zaman həmin leksik şəkilçidən deməli istifadə edib yeni sözlər düzəltməlisən. Bu necə olur? Bax, onun da qaydasını öyrədirəm. Məsələn, bax, qurutmaq feili ki var idi, burada qeyd etmişəm. Qurutmaq feili, bunun kökü dedim ki qurudur, şəkilçi t-dır. Deməli, nə edirsən? Sən sözü kökü şəkilçi ayırandan sonra kökə qoşulan o leksik şəkilçi ki var, bu şəkilçi it, it, ot, t şəkilçisidir. Aydındırmı? Deməli, sən nə edirsən? Bu şəkilçi vasitəsilə özündən başqa bir söz düzəldirsən. Məsələn, deyək ki, axıtmaq feili var dilimizdə. Bu sözün kökü ax, nə idi? Feildir, axmaq feilidir. Aydındırmı? Yaxud başqa bir nümunə ilə. Məsələn, mən güllük sözü ilə gülüş isminin yaxud feilinin fərqi yoxdur. Lap ismi qeyd edirəm. Bu sözlərin müqayisəsinə baxacağam. Bax, bu sözlərin hər biri düzəltmədir. Gül sözündən güllük, gül sözündən gülüş. Düzəltmə olsalar da köklər fərqli anlayışları bildirir. Birinci sözün kökü, güllük sözünün kökü gül isimdir. Digərinin isə kökü gülmək feilidir. Belə, indi biz nə edirik? Müəllim, başqa əvvəlki bayaqçı qaydanı bir tətbiq edib baxaq da, baxaq. Gəl belə edək. Bu şəkilçi lıq-liç, luqlu şəkilçisidir. Gəlin bu şəkilçidən istifadə etməklə sözlər düzəldək. Məsələn, güllük olmasın, olsun dağlıq olsun. Dağlıq. Olsun gözəllik sözü olsun. Gözəllik. Yaxud olsun gerilik sözü olsun. Mənlik sözü olsun. Fərq etməz. Baxıb görürəm ki, bu sözlərin hər birinə qoşulan bu lıq-liç, luqlu şəkilçisi heç birində feilə qoşulmayıb. Dağ isminə, geri zərfinə, gözəl sifətinə qoşulub. Aydındırmı? Deməli, buradan belə nəticəyə çıxırıq, gəlirik ki, lıq-liç, luqlu şəkilçisi feillərə qoşulan şəkilçi deyil. Ona görə də güllük sözünün kökü, gül sözü heç vaxt feil ola bilməz. Nə olacaq? Olacaq isim. Bu da belə. Ancaq biz deyək ki, bayaqki sözümüz hansı söz idi? Gülüş ismi idi. Gülüş ismi, yaxud gülüş feili isim olaraq qeyd etmişdik. İndi gülüş isminin kökü gül, şəkilçi üçdür. Nə edirəm? Kökə qoşulan bu şəkilçi ki var, ış, iş, uş, üş, şı şəkilçisidir. Bu şəkilçidən istifadə etməklə sözlər düzəldirəm. Və çalışacağım ki, həmin bu şəkilçiləri amonimliyi olmayan sözlərə qoşam. Məsələn, deyək ki, təbii ki, çalışacağım. Məsələn, baxış sözünü yaradıram, yaxud da ki, kəsişmək feilini yaradıram. Baxış isim olsun, feil olsun, fərqi yoxdur. Hər iki halda düzəltmə olacaq. Baxıb görürəm ki, deməli, hər iki sözə qoşulan bu şəkilçilər ki var, ış, iş, qoşulubdur nəyə? Bax, nə et, kəs, nə et feillərə qoşuldu. Düzdürmü? Deməli, buradan belə nəticəyə gəldik ki, gülüş isminin kökü gül sözü. İsim deyil. Nə oldu? Gülmək feili olmuş oldu. Təbii ki, biz bu nümunələrin sayını çoxalda bilərik. Məsələn, necə çoxaldaq? Buradan yazıram, məsələn, daşqın sözünü. Daşqın sözünü. Yaxud yazıram buradan daşlıq sözünü. Daşlıq. Hər iki söz düzəltmədir. Bəli, daşdan daşqın, daşdan daşlıq. Biz bayaqçı qaydanı tətbiq etsək, yaxud başqa bir nümunədə yazıram. Yazıram yardakı sözünü yazıram. Bir də yazıram yarğan sözünü. Yarğan. Bir dənə nümunə nə yazaq? Məsələn, yazaq qanacaq ismini yazaq. Qanacaq ismini qeyd edirəm, qanacaq ismini və bir də yazıram buradan qanlı sözünü qeyd edirəm. Gəlin bu sözləri kökə şəkilçi ayıraq. Burada da yenə yar sözündən yardakı, dakı leksikdir. Yardan yarğan yaranıb. Deməli, qan sözündən qanacaq ismi formalaşıb. Burada isə qan sözündən deyək ki, qanlı sifəti yaranmış olubdur. Bu sözləri artıq özünüzlə müqayisə edə bilərsiniz. Gəlin elə bəlkə bircə şəkildə bunu yenə müzakirə edək. Baxın, daşqın sözünə qoşulan, daha doğrusu, daşqın sözündə kökə qoşulan şəkilçi budur. Qın, çin, qun, çün şəkilçisidir. Bu şəkilçidən istifadə etməklə yeni sözlər düzəldirəm. Məsələn, olsun, nə? Olsun, satqın sözü olsun. Satqın. Nə bilim, basqın sözü olsun. Basqın. Baxın,
Hər bir sözdə qeyd yazdığım bu hər iki sözdə şəkilçi, qın şəkilçisi, deyək ki, kin şəkilçisi fərq etməz. Qoşulub da hansı nitq hissəsinə? Bas, sat, nəyit feillərə qoşulub. Deməli bu daşqın sözünün kökü daş ismi ola bilməz. Nə olacaq? Feil olmuş olacaq. Daşlıq sözündə bayaqlarlığı mən qoşmuşdum. Gerilik sözünə, mənlik sözünə, pislik sözünə, nə bilim, dağlıq sözünə və s. və ilə axır və sübut etmişdik ki, lıq-liç, luq-lüç feillərə qoşulan şəkilçi deyil. Deməli bu daş sözü nə olacaq? Feil ola bilərmi? Əsl ola bilməz. Nə olacaq? İsim olmuş olacaq. Deməli, daşqın və daşlıq sözləri düzəltmə olsalar da, kökləri daş sözü olsa da, tələblərdən biri ödənilibdir. Düzəltmədir sözlər. Amma ikinci tələb ödənilməyib. İkinci tələbimiz nədən ibarət idi? Köklər eyni anlayışı ifadə etməlidir. Yaxud yardakı sözü olsun və yarğan sözü olsun. Yarğan sözündə bu qan şəkilçisi nəyə qoşulub? Yarmaq feilinə. Yardakı, dakı isə məsələn evdəki, bizdəki və s. və ilə axır. Dakıdakı adlara qoşulan şəkilçidir. Ona görə yar sözü burada nədir? İsim olmuş olacaq. Biri feil, digəri isim. Köklər eyni anlayışı ifadə etməlidir. Qanacaq sözündə qanmaq feilindən yaranan qanacaq sözü, qanlı sözündə isə l-li, lu-li şəkilçisi bəli adlara qoşulur. Adətən məsələn, adətən yox elə həmişə. Məsələn, qanlı olmasın, yağlı olsun, duzlu olsun, fərq etməz. Burada qan sözü feil ola bilməz, olacaq nə? İsim. Köklər bu sözlərdə də deməli eyni anlayışı ifadə etmədiyi üçün başqa sözlər eyni nitq hissəsi olmadığı üçün başqa sözlər biri-biri ilə münasibətdə amonim sözlər olduğu üçün həmin sözlər eyni köklü sözlər hesab edilmir. İndi də danışaq nədən? Danışaq eyni köklü sözlərin başlanğıc formasından. Müəllim, eyni köklü sözlərin başlanğıc forması həmişə eyni nitq hissəsi olacaq, yoxsa fərqli nitq hissəsi olacaq? Hər iki hal mümkündür. Məsələn, nümunələr əsasında biz baxaq. Sadə bir nümunələrlə baxsaq, qeyd edirəm buradan kitabça sözünü. Kitabça. Bir dənə də yazıram buradan kitabxana sözünü. Kitabxana. Kökə şəkilçi ayıracam. Burada da kitabxana sözünün kökü şəkilçi ayırdım və baxıb görürəm ki, hər iki sözün başlanğıc forması kitabça və kitabxana sözlərinin hər ikisinin başlanğıc forması nədir? İsimdir. Hansı nitq hissəsidir? İsimdir. Aydındır. Yaxud da ki, başqa bir nümunə yazıram. Yazıram buradan qarşılıq sözünü qeyd edirəm. Qarşılıq. Daha sonra qarşıdakı, deməli, qarşıdakı sözünü qeyd edirəm və bir də qarşılamaq sözünü qeyd edirəm. Qarşılamaq. Baxaq, qarşıdan qarşılıq, qarşıdan qarşıdakı, qarşıdan qarşılamaq feilləri yaranır. Gəlin bunların başlanğıc formasına baxaq. Qarşılıq isim, qarşıdakı sifət, qarşılamaq feil. Bu sözlərin, bu eyni köklü sözlərin isə başlanğıc formaları fərqli nitq hissəsi oldu. Yuxarıdakı sözlərdə isə eyni nitq hissəsi. Deməli, eyni köklü sözlərin başlanğıc forması eyni nitq hissəsi də ola bilir, müxtəlif nitq hissəsi də ola bilir. Deməli, yekun olaraq mən iki cümlənin müqayisəsi ilə dərsi bitirəcəyim. Bu cümlələr hansıdır? Birinci cümlə belədir. Eyni köklü sözlərin kökləri həmişə eyni nitq hissəsi olur. Bax, qeyd edirəm. Eyni köklü sözlərin kökləri həmişə eyni nitq hissəsi olur. Həmişə eyni nitq hissəsi olur. Və ikinci cümləni yazıram. Kökləri eyni nitq hissəsi olan bütün düzəltmə sözlər eyni köklü sözlər sayılmır. Bax, kökləri eyni nitq hissəsi olan bütün düzəltmə sözlər deməli, eyni köklü sözlər sayılmır. Eyni köklü sözlər sayılmır, hesab edilmir və s. Sayılmır. Bir daha cümlələrin məzmununa fikir versək, birinci cümlədə qeyd etmişəm, eyni köklü sözlərin kökləri həmişə eyni nitq hissəsi olur. İkinci cümlədə isə deyirəm, kökləri eyni nitq hissəsi olan bütün düzəltmə sözlər eyni köklü sözlər sayılmır. Bu nə deməkdir? Vay. Baxın, indi bunu müqayisə edəcəm. Yəni, mən belə bir nümunə yazıram. Bir yazıram buradan ballı kökə.
Bir də yazıram buradan məsələn 3 ballıq, məsələn 3 ballıq deyək ki, zəlzələ. Zəlzələ. Bu sözlər eyni köklü sözlər kimi görünsə də əslində belə deyil. Baxın, sözlər düzəltmədir. Bal sözündən ballı, bal sözündən ballı. Plus, köklər də eyni nitq səsidir. Burada da bal isimdir, burada da bal isimdir. Amma anlayış fərqli olduğu üçün, 2 dənə bal sözünü yazıram. Anlayış fərqli olduğu üçün bu sözlər eyni köklü sözlər hesab edilmir. Çünki birinci sözdə, ballı sözündə bal nədir? Arıların hazırladığı qatı maddədir, düzdürmü? Amma ikinci sözdə bal sözünün izahı nədən ibarətdir? Məsələn, zəlzələ kimi təbiət hadisəsinin gücünü ölçmək üçün istifadə edilən bir vahiddir burada bal sözü. Deməli, izah zamanı aydın oldu ki bizə bu sözlərin kökləri eyni nitq hissəsi olsa da, sözlər düzəltmə olsa da, amma eyni köklü sözlər hesab edilmədi. Niyə? Çünki köklər eyni nitq hissəsidir. Okey, doğrudur. Amma eyni anlayışları ifadə etmədiyi üçün artıq bu sözlər eyni köklü sözlər hesab edilmir. İzah zamanı qeyd etdiyim bütün eyni köklü sözlərə təkrar biz baxdıqda görəcəyik ki, hər birinin kökləri eyni nitq hissəsidir. Məsələn, başqa bir nümunə biz yazsaq təkrar olaraq, məsələn yazaq nə? Yazaq evdar sözünü, yazaq evcik sözünü, yazaq evli sözünü, sonra nə yazaq? Məsələn, evdəki sözünü yazaq və s. Bu sözlərin hər biri düzəltmədir. Ev ismindən evdar, ev ismindən evcik, ev ismindən evli, ev ismindən evdəki. Deməli, bu sözlərin hər biri düzəltmədir. Bəli, düzəltmədir. Birinci tələbim ödəndi. İkinci tələbim, bu sözlərin kökləri eyni anlayışı ifadə etdi. Bəli, eyni anlayışı ifadə etdi. Başqa bir sözlə, bu sözlərin kökləri eyni nitq hissəsidirmi? Hər biri eyni nitq hissəsidir. Bəli, bax, söz nə etməlidir? Birinci eyni köklü olmalıdır ki, ondan sonra deyim ki, bəli, bütün eyni köklü sözlərin kökləri eyni nitq hissəsidir. Eyni nitq hissəsi olur, baxın. Amma sözlər düzəltmədir. Amma köklər, deyək ki, köklər də olubdur, eyni nitq hissəsidir. Amma eyni anlayışı ifadə etmədiyi üçün, bayaqki yazdığım nümunələrdə, məsələn, deyək ki, bal nümunəsi ilə götürsək, köklər eyni nitq hissəsidir. Sözlər düzəltmədir, amma eyni köklü deyil. Niyə? Çünki köklər eyni anlayışı ifadə etməyibdir ona görə. Deməli, bizdə məsələ belədir ki, bu eyni köklü sözlərdə ən çox bizi çaşdıran məqamlar hansı məqamlardır? Kökləri amonim olan, bir-birlə münasibətdə amonim olan düzəltmə sözlər bizi daha çox çaşdıracaq. Məsələn, bir neçə nümunə yazsam, məsələn, buradan yazıram qırıcı sözünü, qırıcı. Bir də yazıram buradan, məsələn, qırlamaq feilini yazsam, hər iki söz düzəltmədir, bəli, düzəltmədir. Amma köklər bir-birlə münasibətdə amonimdir. Qırıcı sözündə kök qırmaq feilidir. Qırlamaq feilində isə sözün kökü qır ismidir. Müəllim, hardan bilim, eyni qaydanı tətbiq edirsən. Şəkilçini lalə olsun, başlamaq sözü olsun. Bax, lalə şəkilçinə söz düzəldirsən. Başla feili olsun. Dişləmək feilini yarat. Bax, görəcəksən ki, lalə şəkilçisi feilə qoşulmadı. Nəyə qoşuldu? Baş, diş və s. tipli adlara qoşuldu. Ona görə burada qır sözü feil ola bilməz. Yaxud qırıcı sözündə şəkilçi ıcını başqa bir sözə qoş. Məsələn, kəsici. Bax, qoşulubdur kəsmək feilinə. Ona görə qır sözü burada isim ola bilməz. Nə olacaq? Feil olacaq. Sözlər düzəltmədir? Bəli. Köklər eyni sözə oxşuyur qır sözünə. Ben belə deyək də, eyni bir anlayışa oxşayırmı? Oxşayır. Amma eyni anlayışı ifadə etmədiyi üçün bir-birlə münasibətdə qır sözləri amonim olduğu üçün həmin sözlər eyni köklü sözlər hesab edilmir. Bir də ən çox belə deyək də, abituriyentlərin çaşdığı bir məqam da var. Sıx sözündən və düz sözündən düzələn düzəltmə sözlər. Məsələn, qeyd etsəm buradan sıxlıq sözünü, sıxışmaq feilini qeyd etsəm, yaxud sıxıcı ifadəsini yazsam, sıxlaşmaq və sıxdırmaq
feillərini qeyd edirəm. Qeyd edim, bütün bu sözlərin hər biri düzəltmədir. Sıxdan sıxlıq, sıxdan sıxış, sıxdan sıxıcı, sıxlaş, sıxdırmaq feilləri. Eyni qaydanı, şəkilçini başqa sözə qoş və görəcəksən hansı sözün kökü sıx sifətidir, yoxsa sıx feilidir. Burada da şəkilçi ıcı, icı, ucu, ücü. Burada da laş, ləş, burada da dır, dir, dur, dür. Hər birinə bir nümunə yazsa. Lıqa bayaqdan yazırıq. Bəlli olubdur ki, sıx sözü burada feil ola bilməz. Nə olacaq? Feil deyilsə nədir? Sifətdir. Işı da bayaq yazmışdıq. Məsələn, baxışmaq olsun, kəsişmək olsun. Sıx sözü burada yenə nə olacaq? Feil olmuş olacaq. Sıxıcı sözündə, sıxıcı olmasını bayaq qeyd etmişdim. Kəsici ifadəsi olsun, kəsmək. Deməli, burada sıx sözü yenə feil olacaq. Sıxlaşmaq, laş sözündən şəkilçisini başqa bir sözə qoşulub yeni söz düzəldək. Məsələn, vidalaşmaq, vidalaşmaq. Vida ismindən halallaşmaq, halal ismindən yaranan feildir. Deməli, sıx sözü burada feil ola bilməz. Çünki bu şəkilçi feilə qoşulmadı. Və burada da sıxdırmaq olmasın, kəsdirmək olsun, aldırmaq olsun, qazdırmaq olsun və s. və ilə axır. Burada da baxıb gördüm ki, şəkilçi qoşulub da hansı nitq hissəsinə feilə. Bu sıx söz də burada hansı nitq hissəsidir? Feildir. Deməli, nə edirəm? Bu sözlər içərisində kökü sıx sifəti olan düzəltmə sözləri qeyd edirəm buradan. Sıxlıq sözünü qeyd etdim. Və bir də qeyd edirəm sıxlaşmaq sözünü. Sıxlaşmaq feillərini. Bax, sıxlıq isimli, sıxlaşmaq feildir. Eyni köklü sözlərdə başlanğıc formanın hansı nitq hissəsi olmasının heç bir dəxli yoxdur. Bizə lazımdır ki, söz düzəltmədir. Bəli, köklər eyni anlayışı ifadə edir. Bəli, bu zaman eyni köklüdür. Yerdə qalan ifadələr isə sıxışmaqdır, sıxıcıdır, sıxdırmaq feilləri də öz aralarında eyni köklüdür. Niyə? Çünki hər üçü düzəltmə və köklər eyni anlayışı ifadə etmiş olur. Yaxud mən qeyd edəcəm buradan düzləş feilini, düzlən feilini qeyd edirəm, düzlə, yaxud düzəl, düzəl, yaxud düzgün sifətini qeyd edəcəm, düzgün, düzdürmək feilini də qeyd edeyim. Düzlük ifadəsində yazın. Hər biri düzəltmə, bax, düzəltmədir, düzəltmə. Mənə nə lazımdır? Mənə o lazımdır ki, hansı sözlərdə kökü düz sifətidir, düz sifətidir. Hansı düzəltmə sözdə isə sözün kökü düzmək feilidir. Yenə nə edirəm? Qaydanı tətbiq edirəm. Laş, ləş şəkilçisini digər sıx sözündə sübut etdi ki, adlara qoşulur. Ona görə düz sözü feil ola bilməz. Olacaq nə? Sifət üzərinə sifət qeyd edirəm. Düzlən sözündə olsun, məsələn, alovlan sözünü qeyd edirəm. Alovlan. Yəni, lan-lən şəkilçisindən yeni bir söz düzəldirəm. Baxıb gördüm ki, alov ismə qoşulubdur. Feilə qoşulmayıb. Ona görə burada da düzlən sözündə də sözün kökü nə olacaq? Düz sifət olacaq. Burada lalə şəkilçisini bayaq qeyd etmişdik. İzləmək, dişləmək, başlamaq və s. Orada da lalə sübut etmişdik ki, feillərə qoşulan şəkilçi deyil. Ona görə burada da düz sözlü sifət olacaq. Al, ələ də qeyd etmiş. Yox, onu qeyd etməmişik. Məsələn, qeyd edirəm çoxalmaq sözünü. Çoxalmaq, genəlmək, azalmaq və s. Baxıb görürəm ki, deməli, al, əl şəkilçisi də feilə qoşulmadı, qoşuldu adlara. Deməli, bu düz sözü də sifət olacaq kök olaraq və düzgün sözündə isə şəkilçiğıncin,ğüncün şəkilçisidir. Məsələn, yanğın sözünü qeyd etsəm, buradan baxıb görürəm ki, yanmaq feilə qoşulub. Ona görə düzgün sözünün kökü feil olacaq. Düzdürmək sözündə də bayaq qeyd etmişdik. Dırdır, durdur feillərə qoşulan şəkilçidir. Ona görə düz sözü burada feildir. Lıqliç, luqluçu da bayaqdan neçə dəfə demişik. Adlara qoşulan şəkilçidir. Ona görə burada düz sözü olacaq. Nə? Sifət. Deməli, kökü sifət olan düzəltmə sözləri oldu. Düzlük sözü, düzəl sözü, düzlə sözü, düzlən sözü, düzləş. Qarşısına plus qoyduğum bu ifadələr bir-birlə eyni köklüdür. Bəli, bu sözlər eyni köklü sözlərdir. Düzgün və düzdürmək sözləri də iki söz birlikdə öz aralarında eyni köklüdür. Çünki köklər eyni anlayışı bildirdi. Düzmək feilini dəxli yoxdur da düzgün sözü sifətdir, düzdürmək sözü feildir. Bayaq bu məsələyə toxunmuşduq ki, eyni köklü sözlərin tərəfləri müxtəlif nitq hissəsi yaxud eyni nitq hissəsi ola bilər. Belə, əziz izləyicilər, dərsimiz bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər faydalı oldusa, dərsin linkini
Digər yoldaşlarınıza da yollamaqla savab qazana bilərsiniz. Bu arada videonu bəyənib şərh yazmağı da unutmayın. Hələlik.